Salam YouTube kanalımızın çox hörmətli izləyiciləri. Bugündən etibarən artıq kanalımızda ədəbiyyat dərslərində izləmək imkanınız olacaqdır. Təşbih və metaforu bir-birindən ayırmaqda çətinlik çəkən abituriyentlərimiz inanıram ki, bu videomuzdan sonra artıq bu çətinliyi aradan qaldırmış olacaqlar. Biz bilirik ki, təşbihlər iki cür olur. Mükəmməl təşbihlər, müfəssəl təşbihlər. Müfəssəl təşbihi ayırmaqda şagirdlərimiz o qədər də çətinlik çəkmirlər. Çünki müfəssəl təşbihdə təşbih üçün lazım olan 4 ünsürün bənzəyən, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlamətinin 4-ü də iştirak elədiyinə görə onu tapmaqda uşaqlar çətinlik çəkmirlər. Məsələn, uşaq şir kimi güclüdür deyəndə artıq 4 ünsürün, 4 əlamətin 4-ü də burada var. Bunu tapmaq rahatdır. Mükəmməl təşbihlə metaforu şagirdlərimiz bir-birindən qarışdırırlar. Bunu qarışdırmamaq üçün videomuza diqqətlə qulaq asın. Məsələn, 2 nümunə yazıram. Yazaq ki, ağzı badamdır. Bir də yazıram ki, meşə laldır. Belə baxanda formaca bunlar təxmini eyni ifadə kimi görsənirlər. Ağzı badamdır, meşə laldır. Baxaq indi bunların fərqinə. Baxın, hörmətli abituriyentlər, təşbihdə mütləq bənzəyən, bir də bənzədilən olmalıdır. Bənzədilən olmalıdır. Deməli, mükəmməl təşbihlə metaforu ona görə uşaqlar qarışdırır ki, ikisində də müfəssəl təşbihdə 4 ünsür var, onu rahatlıqla seçmək olur. Amma mükəmməl təşbihdə bənzəyən, bənzədilən 2 ünsür mütləq olmalıdır. Metaforda isə bənzəyən və bənzətmə əlaməti mütləq olmalıdır. Ona görə bu 2 ünsürə təşbih və metafor bir-birindən fərqləndirəndə fikir vermək lazımdır. Baxaq indi nümunələrimizin üzərində. Ağzı badamdır. Ağız nədir? Bənzəyən. Badam nədir? Bənzədilən. Gəlin o birisi ünsürlərimizi də yerinə qoyaq, bərpa edək, baxaq görə həqiqətən də təşbihdirmi? Təşbih üçün nə demişdik? Bənzəyən, bənzədilən. 2 ünsürümüzün mütləq lazım olan ünsürümüzün ikisi də varmı? Var. Digər ünsürlərimizi əlavə edək. Ağzı badam kimi kiçikdir. 4 ünsürümüz də var. Bənzəyən, bənzətmə qoşması, bənzətmə əlaməti, bir də bənzədilənimiz 4-ü də var. Təbii ki, bu olacaqdır təşbih. İndi gələk metaforumuza. Meşə laldır. Metafor üçün nə demişik? Bənzəyən və bənzətmə əlaməti mütləq olmalıdır. Bənzədilən olmasa da olar, amma təşbihdə bənzədilən olmasa olmaz. Təşbihdə bənzədilən yoxdursa, bu təşbih hesab edilməyəcək. Təşbih deyil, demək ki, metafordur. Meşə laldır. Meşə nədir? Bənzəyən. Bənzədilənimiz hanı? Yoxdur. Laldır. Nədir? Bənzətmə əlaməti. Burada bənzətmə əlaməti laldır. Bənzətmə əlaməti. Bənzədilənimiz yoxdur ki, yoxdur. Deməli, meşə laldır ifadəsində bənzədilənimiz olmadığına görə biz bunu təşbih götürə bilmərik. Metafor götürəcəyik. Məsələn, yerinə qoyub meşə insan kimi laldır desək, onda olacaq təşbih. Çünki ünsürlərimiz qoyduq, gördük ki, ifadə eləyə bilir. Ancaq burada meşə insan kimi laldır yox, meşə laldır ifadəsi var. Yəni, burada insana bənzətmə yoxdur. Bənzədilənimiz olmadığına görə bu ifadəni götürürük metafor. Yəni, qısası təşbih üçün bənzəyən, bənzədilən mütləq olmalıdır. Metafor üçün isə bənzəyən və bənzətmə əlaməti mütləq olmalıdır. Bu 2 ünsürü unutmayın. Sağ olun, növbəti dərslərimizdə inşallah görüşmək ümidi ilə.